34-dən sonra mən gördüm ki, bəzi şeylər artıq mənim yadımda qalmır, hə, bəlkə kimi. İtirirəm onları. Hə. Sonra mən indi düz deyim, mən yoga ilə məşğulam, nəfəslə aktiv olaraq məşğulam bundan da. Mən gördüm ki, o başladı məndə yenə qayıdıram da həmin şeyə ki, yaddaşım güclənir həqiqətən. Yaddaşa çox güclü təsir eləyir. Yəni yenə də məndə sualdır ki, necə? Mənim yaddaşı yadımdan ümumiyyətlə heç nə çıxmaz. Hətta elə. Heç bir şey. Sırf tək mən özümü demirəm də, yəni işlədiyim insanlara deyirəm. Heç kəsin yadından heç nə çıxmır. Ona görə ki, biz burada yenə də sinir sistemi işləyirik və əsas burada nə olur? Beyinə oksigen verilir. Mən bayaq nə dedim? Nəfəs texnikaları ən birinci təsir göstərir insanın beyninə və insanın ruhuna.